Salam. Bu dərsimizdə Azərbaycan Xalq Cümhuriyyətinin daxili siyasətinə danışacağıq. Yəni idarəçilik sistemi və daxildə görülən islahatlar, tədbirlər. Baxın, burada qeyd etmişik parlamentli respublika. Azərbaycan Xalq Cümhuriyyəti parlamentli respublika idarəetmə sistemidir. Baxın, burada deməli hələ Milli Şura daha İstiqlal bəyannaməsini qəbul edəndə onun 6-cı maddəsində bir məsələ qoymuşdu. Nə deyirdi? Başda Milli Şuradır, qanunverici hökumət və onun qarşısında məsuliyyət daşıyan hökumət. Qanunverici orqan Milli Şuradır, onun icra edici orqanı isə müvəqqəti hökumət idi. Həmin dövr üçün hələ müvəqqəti idi. Yəni, Milli Şuranın önəmi bu idi. Yəni, buradan elə görünürdü ki, AXC parlamentlə respublika yolunu tutub. Bizim Milli Şuramız əslində elə AXC-nin ilk parlamenti idi. Yəni, parlament yaradılana qədər müvəqqəti onun fəaliyyətini icra edəcəkdi. Ona görə də biz nə deyirik? Müvəqqəti Milli Şura deyirik. Bəs parlamentli respublika nədir? Loru dildə bunu deyək sadə, yəni parlament tərəfindən idarə olunur hökumət. Parlament dövlət, parlamentin seçdiyi hökumət tərəfindən idarə olunur. Yəni, prezident olur, o olmasa ondan yaxşı da necə deyərlər, yəni səlahiyyəti o qədər geniş olmur. Yalnız imzalamaq, nəyisə təsdiqləmək üçün olur. Günümüzdə misal üçün nümunə Almaniyanı misal çəkə bilərik. Elə Ermənistanı hamımızın yaxındır, daha yaxşı tanıdığı Ermənistanı misal çəkə bilərik buna ki, parlamentdir, görürsünüz, onun seçdiyi hökumət dövlət idarə edir. Yeri gələndə parlament həmin hökuməti dəyişə bilər. Misal üçün, parlament və yaxud İngiltərə hər nə qədər krallıq olsa da onu idarə etməsi elədir. Parlamentin formalaşdırdığı hökumət dövləti idarə edir. Bu parlamentli bir respublikadır. Və onun qarşısında dediyi Milli Şuranın hökumət. Və Milli Şurada əsas, ümumiyyətlə Milli Şuranın tərkibi tam müsəlmanlardan ibarət idi. İndi parlament yaradılanda azlıqlara hüquqlar veriləcək, böyük güzəştlər ediləcək. Bir dənə qanun qayda nə oldu? AXC parlamentli respublikadır, qanunverici orqan Milli Şura, sonra parlament olacaq. İcra orqanı isə həmin şuranın və yaxud parlamentin qarşısında məsuliyyət daşıyan hökumət. Deməli, bizim milli hökumətlərimiz icra edici funksiyanı yerinə yetirir. Bir dənə istisna hansıdır? İkinci hökumət kabinetidir ki, həm qanunverici, həm də icra edici funksiyanı yerinə yetirir. Bunu biz nədən bilirik? Və yaxud bunun səbəbi nə idi? Səbəbi iyun böhranı idi. İyun böhranında nə oldu? Milli Şura fəaliyyətini dayandırdı və öz səlahiyyətlərini keçirtdi, verdi yeni yaranmış hökumətə, yəni ikinci kabinetə. Birinci kabinetdə həmin dövrdə fəaliyyətini dayandırdı və Xoyskinin rəhbərliyi yenidən təşkil olundu. Və burada Milli Şuranın birinci mövcudluq dövrünü nə zaman götürürük? 18-ci ilin 27 mayından ta ki 17 iyununa qədər. Bu müddətdə Milli Şuranın birinci mövcud olduğu dövrdür və 18-ci ilin noyabrında yenidən bərpa olunacaq, indi gələcək o məsələdə. Birinci mərhələdə bunun iki əsas qərarı gördüyü iki möhtəşəm iş nədir? Elə biri bizim Cümhuriyyətimizin elan olunmasıdır, digəri isə onun hökumətinin təşkil olunmasıdır. Baxın, deməli, onda belə çıxır ki, Milli Şura daha öncədir və bizim Cümhuriyyətimizi kim elan edib? Milli Şura elan edib. Yəni, Milli Şuranın önəmi, dəyəri məhz buna görə böyükdür. İyun ayı ərzində, iyundan danışdıq. Bilirik ki, iyun böhranı yaşadıq biz, işğal var ərazimizdə. Əslində, bax, burada Azərbaycanda bir iki hakimiyyətlilik də var. Nədir ki, hakimiyyətlik? Cümhuriyyət artıq elan olunub. Gəncə və ətraf ərazilər artıq hakimiyyət altında gəldikdə Gəncəyə oralar danışmışıq. Bakı və ətrafında isə kimlər də hakimiyyətdə? Bakı Soveti, yəni Bolşeviklər, sonra Sentrokasp diktatorası olur. Yəni iki hakimiyyətlik var.
Düz sentyabrın 15-də biz Bakını azad eləyəcəyik. Və bu dövrdə bunları etmək üçün də tədbirlərdən əsasdır. Bayraq ən önəmlidir ölkənin. İndi bunlar haqqında ətraflı danışacağıq təbii ki. Ölkədə hərbi vəziyyət elan olundu və ümumi mükəlləfiyyət elan olundu. Yəni bu nə idi? Milli ordunun yaradılması idi. Ümumi mükəlləfiyyət elan olundu və orduya cəlb olundular. 26 iyun gələcək bayraq. İyunda bayraq var, 9 noyabr bayraq məsələsi var. Onlarda danışacağıq. Milli Şura dedi ki, dayandırdı fəaliyyətini. Birinci mərhələ 17 iyun, sonra dayandırdı. Bəs niyə bərpa olundu? Noyabr ayında nə baş verdi ki? Osmanlı gələndə belə bir bənzətmə qursaq, Nuru Paşa gələndə ki, tanımadı, Milli Şura dayandı. Thomson gələndə Antanta qüvvələri artıq dünya müharibəsi bitəndən sonra bura daxildir, işğal zonası idi. Daxil olanda Thomson dedi ki, nə respublikadır sizin heç? Deyirsiniz, parlamentli respublika yaratmışıq. Milli Şuranı nədir? İstiqlal bəyannaməsi. Mən Loro deyirəm də, təbii ki, bunları siz yaxşı gətirsiniz. Öyrənə bilərsiniz. 6-cı maddədə də deyirsiniz ki, Milli Şura və qarşısında məsuliyyət daşıyan hökumət. Hanı Milli Şura? İndi gəl ona başa sal ki, bəs Nuru Paşaya görə belə məsələlər oldu. Ona görə nə baş verdi? Artıq Osmanlı qoşunları da tərk elədi noyabrda. Milli Şuranın bərpası noyabr ayında bərpa olundu. Parlamentin yaradılması haqqında noyabr ayının 20-sində 18-ci qərar verdi. Baxın, ayların, günləri, bunları lap yadda saxlamazıq da, mahiyyəti bilirik. Görürsünüz, proses niyə gəldi, niyə Milli Şura ləğv olundu, niyə Milli Şura bərpa olundu. Bunları biləndə hər şey yerinə oturacaq. Noyabrın 20-sində bərpa olundu. Parlamentin yaradılması haqqında qanun. Bir palatalı parlament olacaqdı. Milli azlıqlara böyük güzəştlər ediləcəkdi. Bu məsələlər var idi. Həmçinin 120 deputatdan ibarət olmalı idi. İlk olaraq Rus, erməni milli şuraları, bunlar azlıqlar sayılırdı. Parlamentə təmsil olunmağa razılıq vermədilər, işini pozmağa çalışdılar. Məlum məsələ idi, istəmirlər fəaliyyətə başlasın. Amma artıq dekabr ayının sonunda Antanta qüvvələrinin rəhbəri Thomson tanıdı bizim hökuməti. Ondan sonra suyları süzülə-süzülə, belə desək, qəbul elədilər. Və bizim parlamentimiz nə vaxtasında fəaliyyətə başlamışdı? Dekabr ayının 7-sində. Həmin parlamenti, onun qarşısındakı məsul hökuməti də ayın sonunda Thomson tanıyacaq və bu artıq onu daha da möhkəmləndirəcək. Təbii ki, parlamentdə yaradandan sonra, burada qeyd etmişik, yaradılması münasibəti ilə siyasi məhbuslara amnistiya elan olundu və ilk atdığı addımlardan biri məhz hökumətin hesabatının dinlənilməsi və yeni hökumətin təşkil olunması idi. Yəni, artıq düzən formalaşıb, Milli Şura müvəqqəti öz işini yerinə yetirdi. Elə bil ki, Milli Şura noyabr ayının 20-sində qərar verdi parlamentin yaradılması haqqında. Sonra parlamentə dedi ki, qardaş, bax, bura qədər mən gətirdim. Səni əvəz edirdim. Burada yox idin, müvəqqəti səni əvəz elədim. Gəldin, mən getdim. Mənlə olan hökumət var idi, o da istefa verdi. İndi özün təzə hökumət formalaşdır. Ona görə də ayın 26-sında bizim növbəti 3-cü kabinetimiz formalaşdı. 3-cü hökumət kabinetimiz formalaşdı və bu dəfə 3-cü hökumət kabinetinin digər ikisindən, lap son üçündədir, digər ikisindən fərqi nə olacaq? Artıq Milli Şura yox, parlament qarşısında məsuliyyət daşımağa başladı. Bu 4 və sonrakılar da gedəcəkdir. İndi o parlamentin fəaliyyətini da, hökumət kabinetinin təşkil edilməməsi də var 6-cı. Oralara da gələcək, qarşıda qeyd edəcəm. Parlamentin sədri kim idi? Topçubaşov idi. Əlimərdan bəy Topçubaşov böyük insan və bu da burada olmadığına görə, harada idi? İstanbulda səfir idi. AXC-nin həm də səfiri vəzifəsini yerinə yetirirdi. Onun müavinləri bu vəzifəni icra edəcəklər. 1920-ci ilin fevralına qədər Həsən bəy Ağayev, ondan sonra isə Məmməd Yusif Cəfərov davam etdirəcək. Deməli, biz idarə etməni ümid edirəm ki, yaxşı başa düşdük. İndi parlamenti yaratdıq, keçək onun qarşısındakı hökuməti də təşkil edək. Demək, nə dedik? Hökuməti təşkil edirik. Koalisyon hökumət təşkil olundu. Deməli,
parlamentimiz bir palatalı idi. Bir palatalı parlament artıq dekabr ayında və onun qarşısında fəaliyyət göstərəcək qanun icra edici orqan koalisiya hökuməti və yaxud hökumət kabineti də deyə bilərik. Birinci bu bir palatalı məsələsinə də aydınlıq gətirək. Bir palatalı nədir? Maraqlı olar. Parlament, yəni bir palatadan və yaxud bir məclisdən ibarət olur. Bunun üstün tərəfi də ona ibarət ki, qanunlar daha tez müzakirə olunub, daha tez qəbul oluna bilir. Digərlərindən fərqi nə? Məsələn, Azərbaycanda bir palatalıqda Milli Məclis. Digərlərindən fərqi nədir? Məsəl üçün necə ola bilər? İki palatalı məsəl üçün necə ola bilər? İki palatalı da yuxarı palata olur və bir də aşağı palata da belə adlandırsa. Aşağı palata xalqın seçməsi əsasında formalaşır. Bir də var ki, məsəl üçün ABŞ-ı götürsək, ştatlardan, bölgələrdən, zadəgan təbəqədən olanlar, belə deyək də, ümumi götürsək. Nədir? Bunun bir palatalıdan fərqi nədir? Burada birinci palatada müzakirə olunandan sonra qərar gedir o palataya, yuxarı palataya, orada müzakirə olunur, o təsdiqləyərsə qəbul olunur, təsdiqlənməsə yenidən qaytarılır müzakirəyə və də ümumiyyətlə o belə. Yəni, qanunun qəbulu bir palatalıda tez olur, amma burada niyə keçir? Çünki iki dənə ələkdən keçir də. Birincidən sonra gərək ikinci də ona Lordizə okey versin də, belə deyək ki. Hökumət kabinetimiz koalisiyalı hökumət idi. Koalisiya hökuməti nədir? Bu da, baxın, bir-biri ilə əlaqələndirək. Biz AXC parlamentində dediyim nədir? Azlıqlara güzəştlər verildi. Bu məsələni bir. Yəni şərait yaradılır. Çox demokratik bir idarə etmək. Hökumətdə də koalisiya hökuməti nədir? Koalisiya adından göründüyü kimi bir neçə, yəni hökuməti bir partiya yox, bir neçə partiyanın üzvləri təşkil edir. Yəni bir var ki, dövlətin nazirləri, hökumətdə nazirləri ancaq bir partiyanın üzvləri olur. Bir də var ki, müxtəlif partiya, misal üçün, Maliyyə nazirinə bir partiyadan gedir, Xarici İşlər naziri bir partiyadan olur və s. Maarif naziri bir partiyadan olur. Bir də var, hamısı eyni partiya. Hərəsi bir partiyadan olursa, bu olur koalisiya. Bu da hansı hallarda olur? Bir partiya uğur qazansa da seçkilərdə, amma hökuməti təmin etmək üçün say tərkibi yetməyəndə, çatmayanda artıq kompromisə gedir. Yəni, digər partiyalarla danışıqlar edir və koalisyon şəkildə hökumət təşkil edir. Bu da koalisiyalı hökumət nə demək olduğudur. Və bizim üçüncü kabinetimiz artıq koalisiyalı idi və bu başlayanda ərzaq, nəqliyyat, aqrar, maliyyə və ordu məsələlərlə bağlı bəyanatdan çıxış etdik. Çünki bunlar bizə lazımdır da, əhalinin vəziyyətini düzəltmək lazımdır, infrastrukturu düzəltmək lazımdır. Aqrar məsələ həmçinin bir-biri ilə bağlıdır və maliyyə ordu da. Yəni, baxın, bu sahələrdə tədbirlərin görülməsini, islahatların keçirilməsinə də bəyandır. Hökumətimiz quruldu, parlamentimiz artıq yaranmışdı, yəni parlament yarandı, qarşısında yeni hökuməti təşkil etdi. Çox gözəl, hər şey qəşəng gedir. Gedirdimi? Xeyr, AXC-nin vəziyyəti yenə də gərgin olaraq qalırdı. O deyir, bir gedən sonraki yox, yeni gələn deyir, əvvəlkinə rəhmət oxudur və belə bir şey oldu. Yəni, Thomson, bəli, Thomson bayaq nə dedi? Dekabrın sonunda bizim hökuməti tanıdı. Bu bizim beynəlxalq aləmdə tanınmağımızda da mühüm rol oynayacaq. Çünki İngiltərə kimi bir dövlət bizi tanıyıb. Yəni, nümayəndəsi bizim hökuməti tanıyıb. Hələ rəsmi tanımda, yəni dövlət səviyyəsində o defaktoya gələcək, onunla qarışdırmayaq. Yəni, tanıyıb da icazə verib belə deyək. Bu bizim üçün müsbət hal idi, amma Thomson bizə icazə vermədi. Onun Bakıda general qubernatorluğu bizim Bakını idarə etməyimizi çətinləşdirirdi. Niyə? Gəlin, bax, general qubernatorluğun nə olduğunu bilək, general qubernatorluğun. Ondan sonra biləcəyik niyə biləcək. General qubernator bir bölgədə olan hərbi idarə etmə. General qubernatorluq. General qubernator da həmin idarə etmənin rəhbəridir. Yəni, Thomson bir general qubernator idi. Niyə? Bu hansı zərurətdən olur? Bir ölkə, bir ərazini ələ keçirdikdə və yaxud özünə məxsus bir ərazini
təhdid olanda orada general qubernatorluq qurur. Yəni hərbi idarə etmədir. Onun əlində həm mülki, həm hərbi, həm polis, hamısı onun əlində cəmləşir. Yəni bir var, sadəcə general demirəm, sadəcə qubernatorluq deyirəm. Bu mülki idarə etmə ola bilər. Amma general qubernatorluq isə hər şey o hərbi rəhbərin əlində cəmləşir. İngiltərənin bunu etməkdə məqsədi nə idi? Onun da haqlı tərəfləri var idi. O, Bakının vəziyyətini düzəltməyə çalışırdı. Niyə? Çünki Sovet Rusiyası təzyiq eləyə bilərdi. O Almaniya ilə danışıqlar da var idi avqust ayında. Nə idi? Bakı neftini ələ keçirməyə çalışırdı. Bakı nefti təhlükəsi var idi. Digər problemlər. Bunlar üçün hələ ki bu formada saxlayırdı. Bax, bu bizim parlamentin və yaxud hökumətimizin ölkəni idarə etməsində, xüsusilə Bakı ilə bağlı qərarlar verməsində çətinlik yaradır. Digər çətinlik nə idi? Fikir ayrılıqları. Parlamentdə çünki artıq Milli Şura yalnız müsəlmanlardan ibarət, amma parlamentdə azlıqlara da hüquqlar verilirlər. Bu da çoxlu fikir ayrılığı, belə deyək də deyir, adamı bir misal var, 5-i istəyir, 15-i istəmir. Elə bir məsələdə 5-i uğurun istəyirdisə, 15-i istəmirdi orada təmsil olunmalarına baxmayaraq. Hansı partiyalar? Müsavat, bilirik də müsavatı izah etdi. Bir tərəflər var idi, yəni heç bir partiyanın üzvləri, İttihad, Əhrar, Sosialistlər, Slavyan Rus Cəmiyyəti kimi təşkilat, partiya təşkilatlar iştirak edir. Yəni partiya özü də bir təşkilat. Bizim hökumətlərimiz, daha doğrusu, bax, bir var hökumət kabinetlərinin dövrü, indi onlar çox təfərrüatına getməyəcək. Bir də var Gəncə, Tiflis dövrü, Gəncə dövrü, bir də Bakı dövrü. Üç dövrdə mühacir dövrümüz Tiflisdədir. 28 mayda elan olunuruq, 16 iyunda oradan çıxırıq. Gəlirik 16-17 iyunda belə deyək ki, bu dövrlər Gəncə dövrüdür 17 sentyabra qədər. Daha sonra Bakı dövrüdəki sentyabr ayının 15 sentyabrda Bakı azad edilir, 17 sentyabrda da hökumətimiz köçür bura və süquta qədər, yəni buraxılır 28 apreldə işğalda. 27 aprelə qədər. Bu bizim, yəni dərslikdə də bu formada qeyd olunur, bizim hökumət dövrü, idarə etmə dövrlərimizdir. Tiflis dövrü, Gəncə dövrü, Bakı dövrü. Nə dedik? Tiflisdə mühacir hökumət idik. Gəncə ilk paytaxtımız olur 17 sentyabra qədər. Sonra da Bakı. AXC-nin mövcudluğu dövründə 5 dənə hökumət kabineti olur, 6-cı təşkil edilə bilmir. Ondan birinci, ilk üçünə Fətəli-xan Xoyski, son ikisinə də Nəsib bəy Yusif bəyli rəhbərlik edir. İndi gedək dövlət quruculuğu, ordu quruculuğu və digər məsələlərdən danışaq. Demək, biz nə dedik? Dedik ki, dövlət quruculuğu da, yəni nə əsas dildir, bayraqdır, nə bilim, himndir və yaxud vətəndaşlıq məsələlərdir. Bunlar əsas məsələlərdir, yəni bir dövlət cansə bunlar olmalıdır. Deməli, baxın, burada bunları deməmişdən əvvəl bu iki əsas məsələyə diqqət edin. Bax, bunların artıq 27 iyun deyirsə, misal üçün, biz hansı dövr götürəcəyik? Gəncə dövrünü. Da hər dəfə mənim deməyimə ehtiyac yoxdur ki, bu Gəncə dövründə qəbul edildi. 9 noyabr desə, hansını götürəcəyik? Bakı dövrünü. İyun deyəcək, yenə Gəncə dövrünü götürəcək. Və bunlara diqqət etmək lazımdır. İyundakı 17-dən sonraki olanlarda bu Gəncə dövrüdür. Və bir də ikinci məsələ nəyə diqqət etməliyik? Baxın, dövlət dili haqqında qərar. Deyə bilərik, Azərbaycan parlamentinin dövlət dili haqqında qərar 27 iyunda parlament var idi, xeyr, deyə bilmərik. Bəs deyə bilərik, Milli Şuranın dövlət dili haqqında qərar? Xeyr, çünki Milli Şura artıq 17-sində fəaliyyətini dayandırdı. Yəni 17-sindən artıq ikinci hökumət kabineti həm qanunverici, həm icra edici. Deməli, bu nədir? Bu ikinci kabinetə aiddir. Bunları da hər dəfə deməyə ehtiyac yoxdur. Bunları bilirik. Dövrün bildik, nə vaxt olduğunu bildiksə tətbiq eləməliyik artıq ki, bu artıq 27 iyun deyirsə Milli Şura ola bilməz. 27 iyun deyirsə parlament ola bilməz. Bu funksiyanı kim yerinə yetirirdi? Müvəqqəti hökumət, ikinci hökumət kabineti. Bax, bu qədər.
Gəlirik ilk sənəd 27 iyun dövlət. Nəyə görə ilk sənəd dedik? Azərbaycanın ikiyə bölünməsindən bu yana həmin dövrə qədər Azərbaycan dilinin dövlət dili elan olunması ilə bağlı ilk sənədimiz. Bayraq. Bayraqla bağlı məsələdir. İyun ayında bayraq haqqında qərar. Bax bu qırmızı bayraq Osmanlı bayrağına oxşuyurdu. 9 noyabrda isə üç rəngli bayrağımız, yəni mavi, qırmızı, yaşıl rəng və üzərində ağ aypara oldu. Bunu da asan yadda saxlamaq, yəni noyabrda Thomson gələndə baxdı, dedi ki, bu loru deyim ki, daha yaxşı yadda qalsın, bu şeydir də, yəni bu Osmanlı'nın bayrağı kimi oldu. Ona görə artıq bu islahat həyata keçirildi. Himn məsələsinə gəldikdə isə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi himni qəbul olunmuyor. Amma o dövrdə sözü Əhməd Cavadın, musiqisi Üzeyir Hacıbəyliyə məxsus Azərbaycan marşı çox məşhur olub, yəqin ki, istifadə olunub. Sonra 19-cu ilin avqustunda Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul edildi. Bu nə demək? Yəni, Azərbaycanın ərazisində yaşayan, özü və yaxud valideyni doğulan hər bir şəxs Azərbaycan vətəndaşı ola bilər. Cümhuriyyət bu əhaliyə qucaq açdı. Dinindən, milli mənsubiyyətindən, etnik kimliyindən asılı olmayaraq fərqi yoxdur. Bu qaydalar nədir? Burada doğulmusan, burada yaşırsan, valideynin burada doğulub, ola bilərsən. Və Azərbaycan vətəndaşına qəbul olunan hər bir şəxs Azərbaycan dövlətinə sədaqət barədə əsasnamənin xüsusi mətni əsasında and içirdi. Yəni, qəbul edir ki, mən Azərbaycan vətəndaşlığını qəbul etdim. Müəssislər Məclisi. Əvvəldə demişdik. Müəssislər Məclisinin çağırılmasına qədər tez-tez dedik. Müəssislər Məclisi nədir? Müəssislər Məclisi hökumət təşkil edə biləcək səlahiyyətə malik olan bir qurumdur. Bunun yaradılması haqqında, Müəssislər Məclisinə seçkilərin daha doğrusu keçirilməsi haqqında əsasnamənin tətbiqi barədə Parlament qanunu qəbul olundu 19-cu ilin iyulunda. Amma bura seçkilər keçirildimi? Xeyr. Aprel istilası, yəni Rus işğalı buna imkan vermədi bu seçkilərin keçirilməsinə. Burada da bu seçkilərdə kimlər iştirak edə bilərdi? Yenə də dinindən, mənsubiyyətindən asılı olmayaraq 20 yaşına çatmış səs vermə hüququ olan hər bir şəxs bu səs vermədə iştirak edə bilərdi. Amma səs vermə olmadı. Bu dedik ki, Aprel istilası buna imkan vermədi. Baxın, 19-cu il iyul. Hara düşdü? Parlamentə düşdü. Artıq bu qərar parlamentdə verilir. 19-cu il avqust. Hara düşdü? Parlamentə. Bu qərar parlamentdə verilir. Bu qədər sadə. Davam edək. AXC-nin ordu quruculuğu. Ordu quruculuğundan danışarkən bax, burada Müsəlman korpusu yazılıb, bu bizə tanışdır. Müsəlman korpusu hansı ki 17-ci ilin dekabrında yaradılmışdı, yəni 17-ci ilin sonunda. Sonra müəyyən proseslər, onlar da kimləri idi? Əslində o Tatar alayının da belə deyək ki, rolu olmuşdu da. Burada elə bil ki, belə deyək, o proseslər 1-2 ilin prosesləridir da, bunlar belə deyək, 17-18-ci illərə. Tatar Süvar alayı 18-də daha doğrusu qayıdırlar. 17-nin sonlarında bu Müsəlman korpusu ki təşkil olunur. Sonrakı prosesdə onun da tərkibində iştirak edirlər və nəhayət uzun sözün qısası bizim o həmin Müsəlman korpusu AXC-də də davam eləyir və bu 1918-ci ilin iyunun 26-sında Əlahiddə Azərbaycan korpusu adlandırılır həmin Müsəlman korpusu. Və nə olur? Azərbaycan Xalq Cümhuriyyətinin ordusunun əsası qoyulur. Sual yaranacaq ki, bəs bu Müsəlman korpusu ilə niyə əsası qoyulmadı? 26 iyunda qoyulur. Baxın, ona biz Müsəlman korpusunun AXC ordusu deyirdik. Xeyr, yəni o AXC ordusu deyildi. Sadəcə vətənpərvər idilər, iştirak etdilər və s. Amma rəsmi olaraq AXC ordusu əsası qoyuldu 26 iyunda. Hərbi vəziyyət elan olunmuşdu bu dövrlərdə. Ümumi səfərbərlik baxın elan olundu, ordu formalaşdı. İslahatlar, tədbirlərində orduya çox
diqqət yetirilirdi. AXC ümumiyyətlə ehtiyat da var idi da, ölkənin vəziyyəti göz qabağında idi. Ona görə də bunu etdi və hətta hərbi xidmət yaşını da 19 yaşa endirəcək. Burada Xosrov Paşa bəy Sultanov və Nuru Paşa. Çox sual gəlir çox zaman ki, bizim ilk hərbi nazirimiz kimdir? Yəni AXC. Xosrov bəy Sultanovdur. Əgər Xosrov bəy Sultanovdursa, biz deyirik hərbi nazirlik noyabrın 1-də formalaşdı. Necə oldu? Bunu qeyd etmişdik. İyun böhranı, baxın, burada problem yaradan məsələdir. Əslində, ilk hökumətin tərkibində hərbi nazirlik var idi, hərbi nazir vəzifəsi var idi daha doğrusu. Xosrov bəy Sultanov icra edirdi. Yəni, bizim ilk hərbi nazirimiz Xosrov Paşa bəy Sultanovdur. Bu qədər. Amma iyun böhranından sonraki həmin hökumət ləğv olundu. O zaman hərbi nazirlik də ləğv olundu və ordu məsələsi Nuru Paşaya tapşırıldı. Yəni, Nuru Paşa aldı əlinə də bu məsələni. Və nəhayət, artıq, baxın, nə zaman bərpa olunur hərbi nazirliyimiz noyabr ayında? Osmanlı nə vaxt tərk eləyəcək? Noyabr ayında. Yenidən bərpadır. Bu zaman hərbi nazirliyə kim rəhbərlik edəcək? Fətəli xan Xoyski. Yəni, Nazirlər Şurasının sədri idi, hökumət kabinetinin sədri idi, düzdürmü? Hərbi nazirliyə də rəhbərlik edəcək. Mavini kim olacaq? Səməd bəy Mehmandarov. Tam artilleriya generalı idi. Səməd bəy Mehmandarov. Dekabr ayında isə, dekabrda nə baş verir? 18 dekabr, yeni hökumət təşkil olunur. Dekabr ayında Səməd bəy Mehmandarov olacaq hərbi nazir, Əliağa Şıxlinski isə olacaq onun müavini. Dedi ki, AXC ordu quruculuğuna xüsusi diqqət yetirirdi. Neynəmişdi? Gəncədə hərbi məktəb. İyunun əvvəllərindən hərbi məktəb formalaşdırdı, yetişdirməliyik. İyunun 26-sı ordu formalaşıb da əvvəllərindən hərbi məktəb. İndi bax, hərdən keçən ildi səfərimizə belə bir sual da gəlmiş ki, niyə Bakıda yox, Gəncədə yaradıldı hərbi məktəb? Bunun izaha ehtiyacı var. İyun ayının əvvəlləri. İyunun əvvəlində Bakıda gedib hərbi məktəb yarada bilərdik. Bakı işğaldadır. Gəncə, mərkəz Gəncə iddiamıdır. Ona görə Gəncədə yaradıldı. Təbii ki, bir şey belə deyək ki, baş qərargahın yaradılması, pərakəndə hərbi birləşmələri idarə etmək üçün təşkil olundu baş qərargah. Baş qərargah nədir? Loru dildə deyəsək, ordunun, hərbinin düşünən beynidir. Bütün planlardır, idarə etmələrdir. Hamısı orada qəbul olunur. Baş qərargah. Ona görə də bunları vahid idarə etmək üçün baş qərargah yaradılmalıydı və yaradılmalı. Orduya mühüm diqqət yetirilməsinin nümunələrindən biri də nə idi? 19-cu il AXC büdcəsinin 1/3 orduya sərf olunmuşdu. Bu da bir nümunə. Yaşda dediyinə endirilmişdi, 19 yaşa endirilmişdi. Sonra AXC Gürcüstandan hərbi müdafiə və hərbi texniki əməkdaşlıq haqqında sazişlər imzaladı 19-cu ilin iyununda. Bu da bizim ordunun formalaşmasında dəstək olan, kömək olan amillərdən biridir. Və Azərbaycan hökuməti elan edirdi həm də ki, ordu quruculuğuna xüsusi diqqət yetiriləcək. Varlıların övladları əsasən hərbiyə cəlb olunacaqlar, yəni ümumilikdə belə bir çıxışlar da edirdi. Yəni heç kəs ordudan kənar olmayacaq və ordudan qaçmağa təşəbbüs edənlər də cəzalandırılacaq. Nəhayət, Əks-İnqilabla Mübarizə Təşkilatı yaradıldı. Bu, bilirsiniz, hansı zərurətdən oldu? Yəni, dövlətin təhlükəsizliyinə maneə yaradanları zərərsizləşdirmək. Baş qərargahın nəzdində yaradıldı 19-cu ilin iyununda. Loru dildə desək, günümüz nədir? Günümüzün dövlət təhlükəsizlik xidmətidir. Yəni, inqilabın və yaxud da ki, mövcud idarə etməyə qarşı hər hansı bir təhdid aşkarlanıb, aradan qaldırılmalıydı. Dövlətin təhlükəsizliyinin təminatını etmək. AXC ordusundan danışdıq, quruculuqdan qeyd etdik. İndi gəlin bunun harda özünü göstərdi, fəaliyyətimiz, hansı fəaliyyətlərimiz var? Biri elə Muğan Sovet Respublikası, yəni o Lənkərandakı separatçılara qarşı aparılan mübarizədir.
Nə baş verdi? Lənkəranda nə baş vermişdi? Vaxtilə bura köçürülən ruslar var idi. Onların əli ilə Sovet Rusiyası burada aləmi qatdı bir-birinə. Bunlara təchizat da göndərirdi, pul da göndərirdi. 19-cu ilin may ayında özünü elan elədi. Sovet Muğan Respublikası AXC-ni tanımadı. Görürsüz, bax burada başqa bir məsələyə də diqqət eləyək. Elə deyirik ki, sentyabrın 15-i baş verdi, AXC bütün ərazidə öz hakimiyyətini bərqərar etdi deyə bilmərik. Görürsüz, Muğan Respublikası var. Hələ Naxçıvanda problemlər var, Qarabağda problemlər var. AXC çox çətinliklər çəkir bu məsələlərdə. Ona görə də bu situasiyaları diqqətdən qaçırmaq olmaz. Lənkəran əməliyyatı, deməli 19-un mayında AXC-də bu zaman ordunun əsas hissəsi hardadır? Qarabağda. Bu ermənilərə qarşı mübarizə aparır. Bir hissəsini göndərib şimala sərhədlərin təhlükəsi ilə bağlı Rus təhlükəsi var. Və bu zaman yeni bir dəstə formalaşdırılacaq, Lənkəran dəstəsi. Həbib bəy Səlimov deyirlər və Lənkəran əməliyyatı həyata keçiriləcək. 19-cu ilin avqustunda orada separatçılığa son qoyulacaq. Yəni Sovet Muğan Respublikası mövcud olur 19-un mayından avqustuna qədər. Son qoyur Həbib bəy Səlimovun rəhbərliyinin AXC hərbi dəstəsi. Qarabağ müharibəsi 20-ci ildə ermənilər, ümumiyyətlə 19-20-ci illər ermənilər problem yaradırdılar burada. Novruz bayramı, 1920-ci ilin Novruz bayramı günlərində, yəni mart ayının sonları hücum baş verir. Hətta Əsgəran üzərinə, baxın, burada AXC ordusunun Əsgəran döyüşünün da təsviri verilir. Bu da AXC ordusunun formalarda əsgər zabit heyətidir. Bunu da indi qeyd eləyərik. Deməli, qatmayaq da bir-birinə. Cavad bəy Şıxlinski mərkəzə göndərdiyi məktubunda, telegramında qeyd eləyirdi ki, əsgərlərimiz son başını verər, amma qalanı verməz. Yəni, ümumilikdə uzatmayaq, bu əməliyyatda AXC ordusunun qələbəsi ilə başa çatır və ermənilərin Qarabağ Azərbaycandan o dövrdə də qoparmaq niyyəti təbii ki, baş tutmur. Donanmanın təşkili. Donanma necə oldu? Niyə 19 avqustu yazmışam bura? Yəni, o dövrdə artıq formalaşdırıldı. Nə baş verdi? Thomson, yəni İngilis qüvvələri tərk eləyirlər Azərbaycanı. Tərk eləyərkən bunlar donanmanın, hərbi sursatların ümumilikdə əsas hissəsini kimə verdilər? Ağ qvardiyaçılara verdilər. Ağ qvardiyaçılar kimlərdir? Belə deyim də, Rusiyada da hakimiyyət mübarizəsi gedirdi. Ağ qvardiyaçılar şeylər idi. Çarı dəstəkləyənlər idi. Bolşeviklərdə yeni hakimiyyət quranlar idi. Yəni, köhnə rejimi bərpa etməyə çalışanlar ağlar idi. Yəni, ağlarla qırmızılar arasında dava gedir. İngilislər də bunlara həmin Sovet Rusiyasına qarşı mübarizə üçün hərbi dəstək verdilər. Təchizatlarını verdilər onlara. Bu zaman AXC nümayəndələri dedi ki, qardaş, biz də dəniz sərhədlərimizi müdafiə eləməliyik. Sən niyə belə deyirsən? Ona görə də o təchizatın bir hissəsini də, cüzi bir hissəsini də deyə bilərik, bir neçə gəmini AXC-yə verdilər. Misal üçün, Azərbaycan donanmasının Ərdahan hərbi gəmisi. Baxın, AXC donanmasından artıq gəmi. Və bununla da bu prosesində 19-cu ilin avqustundan artıq AXC donanması formalaşdırıldı.